Duzunu biraz çox eləmişəm. Eybi yoxdur, gedər. 2 günə düşürdüm düz bunu. Mən gecələr pişirib bilmirəm də, iyi gəlir evdən. Ona görə də gündüz pişirdim. Dünənləri yuxudan duran kimi qoydum. Yuxudan duran kimi qoydum pişməyə. Sonra isə axşama getdim, işlərimi gördüm. Axşama yaxın gəldim evə, uşaqlar evdəydi, baxırdı. Gəldim evə, gördüm İnci evdə burnunu tutub gəzir. Oy, necə ləzzətlidir. Hə, neysə, gördüm da İnci burnunu tutub gəzir. Şey elədim. Altın söndürdüm. Da etdim, uşaq çox narahat olmasın da. Evdə aspirator yoxdur. Ona görə. Hə, neysə. İndi mən də gördüm ki, suyu duru qaldı. İndi meybi yoxdur. Sabahları duraram yuxudan. Qoyaram, təzdən pişər. Yiyərəm. Heç nə atmamışam içərisindən. Çünki ehtiyac yoxdur içinə. Prosta yuyursan, təmizlənmiş almışdım da ayağım. Prosta yuyursan, bir dəfə bir buğum qaynadırsan, şakur yoxdur, yəni biraz qaynara düşdü, işsə. Həmin o suyu tökürsən çölə. Çünki o iyi gəlir ondan. Все. Pişirirsən. Suyu belə olana qədər pişirirsən, sümüydən ayrılana qədər pişirirsən, nə qədər pişirirsən pişir. Mən bunun əvvəl pişirdiyimin, oy, dodaqlarım yapışdı bir-birinə uşaqlığımdakı kimi. Mən bunu şey deyirdim. Duzun biskan çox eləmişəm. O da pişirən söz örmüşəm.